Allah Həzrəti Musa əleyhissalama xitab edərək belə buyurur: Ya Musa, la təfrah bi kəthratil mal. Ey Musa, malının çoxluğuna görə çox da fərəhlənmə, sevinmə. Və la tədə' zikri alə kulli hal. Və həmçinin də məni zikr eləməklikdən heç vaxtı qəflətə düşmə. Yəni, hər zaman məni zikr elə. Nə üçün ya Rəb? Cavabı isə budur ki, fəinnə kəthrətəl mal. Doğrudan da malın çoxluğu, sərvətin çoxluğu, ruzinin çoxluğu bais olar ki, sən günahlarını unudasan. Və innə tərkə zikri, və məni zikr eləməyin tərk olunması, yəni Allahı zikr eləməklikdən qəflətə düşməklik bais olar ki, qəlbin qəsavət bağlayar.